Bugün sizə cift gəlişlərindən bəhs eləmək istəyirəm. Niyə bu mövzunu seçdim? Çünki cift gəlişləri bir hamilə üçün həyatda risk daşıyır, həm hamiləlik müddətində, həm doğuş prosesində. Deyim, keysəriyyə ilə icra edirik bu problemlərdə. Cift gəlişlərin bir neçə növləri var. Bunları sadalamaq istəyirəm. Birincisi tam cift gəlişi, placenta previa totalis, yəni ciftin uşaqlıq boynunu tamamilə qapatmasıdır. Parsialis, yəni hissəvi cift gəlişi var. O da uşaqlıq boynunun yarı hissəsini qapatması, marginalis isə uşaqlıq boynunun kənarında, aşağı yerləşimlidə isə uşaqlıq boynu ilə cift arasında 2 sm civarı və ya ondan daha çox aralıqda yerləşməsi problemidir. Niyə bunlardan qorxuruq? Çünki hamiləlik müddətində cift gəlişi olduğunda uşaqlıq boynu tam örtür və qanama olduğunda çox təəssüf ki, uşaqlıq boynu yığılmır və buna görə də qadında qan itirməyə səbəb ola bilər və qan itirmə də təbii ki, ölümlə nəticələnə bilər. Bu halları necə təyin edirik? Ümumiyyətlə, qadın məsələn erkən dövrlərdə hamiləliyin başında cift gəlişi olduğunu bilməyə bilər. Çünki ilkin dönəmlərdə hansı ki biz ultrasəs müayinəsi önəmlidir, ən çox da buna görə deyirik. İlkin dönəmlərdə amma cift gəlişləri məsələn 12 həftəyə qədər ola bilər və bu daha çox hamiləlik ilərlədikcə cift yavaş-yavaş yuxarıya doğru yerini dəyişə bilir. Bəs nə vaxt biz tam diaqnozu qoya bilirik cift gəlişlərində? 24-28 həftə arası. Ən son müayinəmizi 28 həftədə eləyirik və bu həftədə də artıq cift tamamilə uşaqlıq boynunu örtürsə, artıq cift gəlişi diaqnozu qoyuruq. Ən son müayinəmizi 34 həftəsində eləyirik və 34 həftəsində də artıq tam cift gəlişi və ya cift gəlişinin hər hansı bir növü varsa, qadına bunun haqqında məlumat veririk. Tam cift gəlişidirsə və ya parsialdirsə, bunun üçün mütləq keysəriyyə əməliyyatına gedirik. Keysəriyyə əməliyyatında da təbii ki, bir sıra risklərimiz var və cift gəlişlərində eyni zamanda əməliyyatı da cifti götürdükdən sonra onun yerində qanama çox olur və hazırlıqlı girməliyik əməliyyata. Bu halda mütləq qadına qan rezervəsi, plazma rezervəsi eləyib bu şəkildə əməliyyatına giririk və bir sıra taktikalar var. Onlardan istifadə eləyərək təbii ki, hazırlıq şəkildə əməliyyatımızı icra edirik. Nə ola bilər? Əgər hər şey etdiyimizə rağmen cift gəlişlərində qanama durmazsa, çox təəssüf bu zaman uşaqlığın alınması əməliyyatına gedə bilirik və bunun haqqında da qadına mütləq məlumat verilməlidir. Bizi nələr gözləyir, nə etməliyik. Bəs bunların riskləri nədir? Cift gəlişlərində ən çox risk xanımların bilgisi olsun, təkrar edilən keysəriyyə əməliyyatlarıdır. Bir öncəki hamiləlik cift gəlişi olubsa, bu risk 12 qata qədər artmış olur. Təkrar edilən keysəriyyə kəsiklərində dediyim kimi cift gəlişi problemi artır. Eyni zamanda cift gəlişindən əlavə o ciftin invaziyası da baş verə bilər. Bunları müəyyən eləməliyik. Məsələn, bunun da bir neçə növləri var. Akriata, inkriata, perkriata dediyimiz ciftin uşaqlığın divarına doğru ilərləyib onun divarına keçməsi, invaziyası. Bu halda da dediyim kimi qanama riski yüksək olur və əməliyyata tam bir ekip şəklində, hazırlıq şəkildə girməliyik. Təşəkkür edirəm.